Marneolidə Mametqaz şirkətinin rəhbəri Nəriman Allahverdiyev polis tərəfindən saxlanılıb. Mövcud məlumata görə o, lisenziyasız qaz satışı həyata keçirməkdə ittiham olunur. Allahverdiyevin saxlanılma faktını ailə üzvləri təsdiqləsə də mətbuata şərh verməkdən boyun qaçırdılar. MMC Mamedin təbii qazın paylanması üzrə lisenziyası SEMEK-in qərarı ilə bu il avqustun 1-dən ləğv edilib. Bundan sonra Qızılacılı kəndinin əhalisinin qazla təminatını Sokar Georgia Qaz öz üzərinə götürüb. Hazırda rəsmi qurumlar Nəriman Allahverdiyevin saxlanılması ilə bağlı əlavə məlumat yaymayıblar. Burada qonşuyam, burada yaşayıram yaxında. Eşitməmişəm, elə çıxdım dedim, görüm, telefonda baxdım. Gördünüz, telefon. Telefonda baxdım. Və bala kimə Arif Nəriman, hamımıza yaxşılıq, hamıya neçə idi, qazınızı verib, bəlkə bir adamın pulu olmur, hamıya hörmət eləyib, niyə eləməsin? Nə pisliyi, heç bizə pisliyi zadı yoxdur. Ben ölüyorum dedim, xəbərimiz yoxdur bacım. Bizim xəbərimiz yoxdur. Tezdən getdim, yeni geldim, ölüyorum, kənddə ölmüşdü. Proxallar orada sağlayıb oğlum, burada danışıb ölüb proxallar. Nə sağlasın, bıraxsınlar da elini soğaqda. Pissin, neçə 17 ildir işləyirdi, belə şey, daldı orada. Kəndin yaxşısıydı. Bir də bizə dəqiqədə qaz əyləşmirdi. Qaz bizə də narışın olub əyləşmirdi. Paslayan qışlar işləyirdi. Qoçaq idi bu, belə olanda, nə bilmir. Tbilisidə quldurluq ittihamı ilə əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə təqsirləndirilən şəxs şəhərin parklarından birində soyuq silah nümayiş etdirərək, insanları hədələyərək xarici ölkə vətəndaşı olan iki şəxsin mobil telefonlarını ələ keçirərək hadisə yerindən qaçıb. Hüquq mühafizə əməkdaşları onu isti izlərlə saxlayıblar. Ələ keçirilmiş mobil telefonlar isə maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır ki, həmin maddə 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Tbilisidə küllü miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərmə ittihamı ilə xarici ölkə vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən hüquq mühafizə əməkdaşları həyata keçirdikləri istintaq, o cümlədən fərdi axtarış nəticəsində satış üçün hazırlanmış xüsusilə küllü miqdarda metadon aşkar edərək götürüblər. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır. Sözü gedən maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.